Herkese salam, kanalımıza hoş gəlmisiniz. Bu videonun izlənməyəcəyini bilə-bilə yenə çəkilişini edirəm. Görürəm yazırsınız, sən nə olsa çəkinən biz izləyəcəz. Allah hər birinizdən razı olsun, izləyən gözləriniz var olsun. Bu başqa. Amma xanımlar, geri dönüş edib videolarıma baxanda görürəm ki, hamısı biri-birinə çox bənzəyirlər. Biri-birindən fərqi yoxdur. Nə qədər bişirib, düşürəsən, yığıb, yığışdırasan. Vallahi mən şəxsən öz videolarımı görüb yoruluram. İzləyicilər nağarsın. İstəyirəm ki, daha fərqli, daha belə maraq qatan videolar keşf edim. Bir-iki dəfə mağaza getdim, gəzdim, etdim. İndi nə bilim, həftədə elə bil ki, bir dəfə, iki dəfə elə videolar çəkmək istəyirəm. Bir də ki, videolarımın içinə artıq ailəvi olaraq girmək istəyirəm. Axşam qismətlə məsləhətləşdim ki, daha belə edək də, nə olar ki, mənə dəstək yolu ilə. Deyir, mənim üçün fərqi yoxdur, istəyirsən edək. Görüm, onu biraz ekranlara örgətsəm, elə edərik. Görək, ailəvi olaraq videolar çəkəsi olsam, məncə daha maraqlı alınır, daha gözəl alınır. Görək, örgədə bilirəm mən bizim bəyi sosial mediaya. Yaman utancaqdır bu arada. Elə Ali də oxşuyub da papasına. Demişəm, utanma, bu qədər utanmaq olmaz. Mağazinə gedirdim, gedim görüm. Nə var, nə yox, gözüm nə görür, alım, çıxım, gedim evə. Ondan sonra biraz işim gücüm var. Bir xanım hər dəfə yazır, bu gülün baxma haqqında məlumat istəyir. Mən onun yorumlarına nə qədər cavab versəm də, yəqin ki, görmür. Təkrar görürəm, yazır. Bu gülün baxımında sadəcə olaraq iki şeyə diqqət edəcəyik. Bir, torpağının qarşımlı olmağına, bir də qabının kiçik olmağına. Kiçik qaba əkəndə torpağı da qarşımlı, nətər qarşımlı. Toruflu torpağın içinə xırda-xırda doğrayırıq, mamırı, quru mamırı. O da gül satılan yerlərdə olur. Mamır doğrayırıq, biraz pərli tökürük, biraz da odun kömürü tökürük, qarışdırıb o torpağı əkirik. Adi toruflu torpağı əkəndə bu gül qəşəng böyümür. Yarpaqlarının belə yarısından yanır. Qabının bir də yekə olanda yarpaqları saralıb yanır. Ona görə gərək kiçik qaba əkəsən. Bugün hava nədənsə yarı bulutlu, yarı günəşli kimi görünür. Amma dəhşət istidir. Həqiqətən çox istidir. Dünənlərim qol açıq çöldə gəzirdim. Qol açıq gəzsəm də elə ki, kürəyimdən biraz soyuq oldu. Halım olmadı nədənsə. Belə yol belə görünür. Buralar da hələ yığıb yığışdırılmayıb. Biraz qurtalandım. İndi sona gedirəm. Alinin adına Detski bank hesabı açmaq istəyirəm. Evdə olmayanda, nə bilim, əldə pul olmayanda belə kartdan karta ödəniş etməkdən ötəri mən evdə aça bilmədim. Bizim buralarda Detski bank hesabı da açmaq olur. Yəni uşaqlara aid olan hesab açmaq olur. Ona sadəcə elə bil ödəniş edirsən də, artıq heç nəyə yaramır o. Evdə aça bilmədim, boşluq idi, dedim. Gedim, yoxladım, görüm nəyə görə bunun iyninlə açılmır. Bilirsiniz nə var? Biz qrajdan deyilik deyə burada bizim balaca vəsiqələrimiz var. Uşaqlar da buradan anadan olduğuna görə hal-hazırda Gürcüstan qrajdanıdır. Amma metrik olaraq buranı daşıyır. İki tərəf vətəndaşlığını edir hal-hazırda. Ona görə də ki, bunların iyini bir metriqanın içində olmur. Yəni metriqa nömrəsi addelini verirlər. Addelin olduğuna görə nəsə problem yaşadım. Aça bilmirəm. Deyirəm, gedim, yoxladım, boşluqdur, vaxt keçmədən. Görüm nədir, nə deyil, aça biləcəmmi? Gedək görək sonda nə deyilir. Qismətə dedim, mən boşluq vaxtıma olmur. Boşsansa get maraqlan, gör nədir, nə deyil. İndi ora gedirəm. Gedək görək nə olacaq. Başımıza nələr gələcək. Həməşə qismət mənə deyərdi, məni bu dokument işlərindən uzaq et. Bilmirəm niyə. Qismətin heç xoşuna gəlmir bu dokument işləri. Dokument işi olanda bütün irəli mən addım atarım.
Bugün hava çox gözəldir. Çox qəşəngdir. Getdim. 1 saat oçeret gözləmişəm. Oçeretim gələndən sonra getmişəm sırama. Gördüm. Orada deyirlər, iyniniz işləyir. Deyirəm, bən nətər işləyir, mən onunla kart hesabı aça bilmirəm. Deyir, işləyir, nətər açılmır. Sən git orada dəqiq ver. Deyirəm, bu iynlə kart hesabı açı ilə. Yəni, bank aça bilmir. Mənim başım çıxmır da. Bu iyn işləyirsə də nətər o kart hesabını aça bilmirik. Biz başa düşə bilmədim. Nəysə, bu qaldı. Qismətə bərabər gedərik, indi bərabər həll edərik, uşağı da apararıq. Dərindən bunu yoxlatmaq lazımdır. Yoxlatmasaq, nə bilim, irəlidə nə olar, nə olmaz. Bir də 13 yaşı var Alinin. 16 yaşının içində artıq biz vəsiqə götürməliyik. Vəsiqə götürəndə çox ucuz başa gəlir. Həm də ki, hasantla verirlər. 16 yaşını keçəndən sonra çətinləşir. Elə bir ki, Gürcüstan vətəndaşı kimlik götürür. 16 yaşını atan elə götürmür də, elə bir burada anadan olduğuna görə hasantlaşır bir nə qədər baxanda. Belə bacılar, getdim, o işim də fıs çıxdı. İndi gəlmişəm. Xırda-xırda işimdən, gücümdən görərəm, nə bilim, nağarəsiyəm. Yemək olaraq abedimiz var, axşama fikirləşərəm, onu da taparam, görüm, nə pişirərəm. Ortaya bir şey çıxardaram, yəni. Görək inşallah. Yaxşılıq olsun. Burada bir balaca baxım edirəm. Gül kanalım üçün video çəkirdim. Dedim sizlər üçün də göstərim. Belə bir budama edirik yaprağı gözəlimizə. Mən bunun adını yaprağı gözəli bilirəm bacılar. Amma bizim Azərbaycanda nə deyilir bilmirəm. Tən ortadan kəsirəm. Çünki bol-bol bicdəsin deyə, belə qabın içərisini doldursun, gözəl görünsün deyə belə bu cür buduyuruq. Burada da bir qaşıq drojdur, bir stəkan ılıq sudur, qəşəng qarışdırırıq, əriyənə qədər qarışdıracağıq. Suyun içinə də tökmürük. Gərək ki, başqa bir kasədə tam əriyənə qədər belə bu cür qarışdırıb, ondan sonra 1 litrə suya tökürük. Suda da yenə biraz qarışdıracağıq, ondan sonra güllərimizin diblərinə, yəni nəmli torpağa veririk. Mən belə cencər çıxartdım. Bunu qəşəng indi qovuracağım. Bu cencəri yaz vaxtı gedib dənləyib gətirib bir boğum qaynadırıq biz. Ondan sonra atırıq buzluğa. Belə bu zaman olanda qəşəng çıxardıb qovururuq, xəngəlini bişiririk. İndi bunu gətirib qoz ləpəsindən qovuracağım. Xəmir hələ hazırlamamışım. Xəmiri də hazırlayaram. Axşama hələ var. Sadəcə olaraq arxayın etmək istədim. Nədənsə bunu. Tələsik istəmirəm iş görəm. Bunun yağı biraz az görünür. Artıracağım. Biraz dedim soğan ölsün. Ondan sonra yağı da artıraram. Bol yağda qəşəng dadlı olur. Cencər. Azərbaycanın bəzi bölgələrində bunu hazırlayanlar var xəngəl olaraq. Bəzi bölgələrində heç bilməyənlər də var. Çünki görürəm, YouTube'da mən paylaşdıqca yazırlar yorumda. Əslində bunun adı Azərbaycan dilində gicitikan deyilir. Biz də cencər deyirik. İndi bilmirəm, biz mi qısaltmışıq, yoxsa biz tərəfdən elə deyilir. Biz də elə öyrənmişik, elə də deyirik bacılar. Belə. Biraz yumşalan kimi olsun soğan, yəni diridir. Biraz ölsün, ondan sonra bunun içine atacağım. Belə qoyaq. Altını da vamxoda qoydum. Bunun buzu açılsın deyə. Krışkasını örtək. Buzu açılsın.
Birinci bunları istifadə edim deyirəm. Bu qazanın dibində qalan idi. Görək içi indi sağlamma çıxacaq. Aldığımız qoz sındıranın indi keyfiyyatına baxacağıq. Bu belə bil ağırdır. Həm də samballıdır. O birinci aldığımın elə bil materialı plasmas kimi idimi, nə bilim, tez qırıldı. Bir həftə çəkmədi, uşağın əlində qırıldı. Amma bu dəmirdir deyəsən. Nə bilim, izləyicilərimdən bir neçəsi yazdı ki, mən 8 ildir işlədirəm. Yaxşısıdır bu. İnşallah biz də işlədərik elə. 8 il olmasa da bir müddət işlədərik. Maşallah. Deyəsən keyfiyyətlidir, hə? Hələlik bir neçəsini belə sındırdım. Yaxşı çıxır. İçi də sağlamdır, hə, öz aramızda. Və sadəcə elə bir ki, üzü küflənibdir. Ləpələri yaxşı sağlamdır. Xırda dostsam içi sağlamdır. Qəşəng qoz ləpəsidir və həm belə ağdır. Vaxt tapım arada paxlava pişirim bununla. Görüm. Bir də beynimə qonanda edirəm. Beynimə qonmayanda da ki qalır. Buzu açıldı bunun da. Biraz qalıb elə ortasında qalıb, bu da açılsın. Yeməyimizi yedik, süfrəmizi yığdıq, çay qoymuşam. Xəmirin üstündən də bir stəkan çay. Hər kəs qazlı sok içir, mən çay dəlisiyəm. İçimdən axırda çay ağacı bitəcək. Bilmirəm, çox mu içirəm mən çayı. Ağlama gəldim. Qablarımı yudum, belə yerləşdirdim, indi quruluyub yığacam. Bir qalıbdır işim, qaz peçin içini təmizləmək. Oy, əlim yandı. Bir bu tavanı yüyəsiyəm. Buraları belə səlqə səhmana saldım. Pesoqa yerləşdirəcəm. Bir də ki, poliyə dəsmal çəkəsiyəm. Onu da etsəm, artıq bacınızın işi qutardı. Qaynayandan sonra mənə deyiblər, belə ağzını aç ki, ilk buğu çıxsın, ondan sonra rahat süzə bilirsən. Bunu da izləyicilərim deyibdir. Bir izləyicim var, hər dəfə mənə yazır ki, Nərgiz, sən çay süzüb, belə göstərə. Çay içdikcə məni həvəsə gətirirsən, mənim də içməyim gəlir. İnan ki, qız, çay yaxşıdır. Amma mən bugün günorta içdiyim idi. Ondan sonra içmədim. Axşam üstü də xəmirə başladım. Yenə içmədim. İndi sok almışdı Qismət, Fanta. Uşaqlar onu içdi, Qismət də onu içdi. Mən istəmədim nədənsə. Dedim, mən çay içəcəm. İndi də belə çayımızı içək.
Ondan sonra görək nə varırıq. Buraları da yığaq, yığışdıraq. Gedib mandarin almışam. Mən biraz aldım, gətirdim. Tez bazar qutardı. Zəng elədim, qismətə dedim ki, gələndə al gətir ilə avaşnoy bağlanmamış. Baxın, belə mandarin də elə üzdən qəşəng görünməsə də, amma elə dadı var. Yəni, mənim çox xoşuma gəldi dadı. Elə bil ki, kəndin Batumun mandarininin qoxusudur. Bu nədir belə? Üzündən olan ləkədir. Hə, elə bil Batumun mandarinidir. Elə turşulu, sulu, elə xoşuma gəldi. Amma Aytaç deyir, heç gözəl deyil dadı. Aycan deyir, gözəldir. Kəndi mandarinin dadı verir, deyir. İki bacı, biri gözəldir dedi, biri gözəl deyil dedi. Belə bacılar, çayımı içim. O dediklərimi yığım, yığışdırım. 2 günlük işə çıxacağım. Artıq sabit olaraq bacınızın 2 günlük işi var. Nətər 2 gün, elə bir həftənin 2 gününü sabit bir şəkildə işləyəcəm. Ondan sonra qalan günlər evdə olacağım. Bu da mənə yaxşıdır. Həm uşaqlarla məşğul olaram, həm sizlər üçün video çəkərəm. Həm də gedib 2 gün də olsa gedib pulumu qazanaram. Nəyi pisdir ki? Belə baxaq görək, Allah qarşımıza nə çıxardacaq, onu da yaşayacaq. İnşallah ən yaxşısı, ən xeyirlisi olar hər kəs üçün, hər birimiz üçün. Nə bilim, vallah, pul qazanmaq da yaxşıdır, oturmaq da yaxşıdır, amma oturanı heç gün vermir. Gərək özün hərəkət edəsən. Hərəkət etməyəndə də olmur, tək əldən səs də çıxmır. Mən nə qədər deyim, ay kişi ki, sən gətir, mən yiyim, yatım. O da olmur, vallah. Gərək əl-əlinə verəsən, bir şeylər yaradasan. Mənim riskim bilirsinizmi çoxdur. Hər şeyə mənim riskim var. Risk eləyərəm, ya belə olar, ya elə olar deyərəm. Amma yoldaşımın elə də bərt riski yoxdur. Mən elə riskliyəm. İstəyirəm ki, daha da belə ayrı şeylər çıxardım da, hər şeylər ortaya çıxardım, belə yaradım. Nəsə də belə ortaya çıxardım, bax beləyəm mən. Məsələn, maşını biz alan vaxtı da mən belə riskim var deyinə padeşka etdim. Padeşkadan da, yəni dəstək oldum da, öz dilimizdə deyinə padeşkadır. Dəstək oldum, dedim götür verəcəyik. Qurban olduğum Allah, onu da qismət etdi. O maşının kreditini verəsi pulu da qismət etdi. Şükür olana şükür. Qız, mənim çənəm düşdü yenə. Yenə çox danışdım. İstəmirəm, belə də uzun-uzun danışam, amma izləyicilərim deyir ki, nə? Sən danış, biz səni izləməyi sevirik. Sənə qulaq asmağı sevirik. Belə kənardan çəkimdən belə gözəl görünür. Hə, belə sağ olun deyim, sağlıqla qalın. Allaha əmanət olun bacılar. Yeni videolarımızda, vloglarımızda görüşmək diləyi ilə deyim. Özünüzə yaxşı baxın. Allaha əmanət olun.